noyabr ayında bir mahnı ifa etmişəm. Mahnının adı Sənin üçün adlanır. Və 2013-cü ilin 21 avqustunda mən bir radyo dalğa radiodan eşitdim ki, bu mahnı Nadir Qafarzadə və Ayan Babakişiyeva tərəfindən ifa olunur. Ancaq Nadir Qafarzadə özü radioya bağlananda bir cümlə işlətdi ki, mən hər hansı bir meyxanaçı ilə görüşmək və yaxud danışmaq istəmirəm. Və radio veriliş qurtarandan sonra o mənə zəng elədi, mənlə bağlantı yaratdı və mənə dedi ki, mən oxumuşam, mənim 42 yaşım var, oxumuşam, yaxşı eləmişəm, səndən yaxşı oxumuşam. Və bu da heç bir qanuna sığışmayan bir şeydir ki, bu Nadir Qafarzadə bu işi görüb. Və ona sual verəndə ki, niyə oxumusunuz? Dedi, mənə Ayan Babakişiyeva təklif edib mahnını və mən də oxumuşam. Amma qanuni ölkədə qanunsuz.